salam. Bugün Sibris'te Miami Beach'teyik. Qəşəng əylənməyə gəlmişik, istirahata gəlmişik bugün. Müxadlarımızdır. Hal-hazırda inşaat işləri gedir, tamamlanır. Qəşəng şərait. Yanam 3 2 1'e xeyri yoxdur. Gir. 3 2 1 tullan. 3 2 1. Hadi paylaşırsan. Uşağı gətirmişəm çivizdirməyə. Deməli, burada belə məkanlar var. Özləri yaxınlaşırlar, sizə xidmət göstərirlər. Bu formada yerində. Burada deməli bir neçə iş yeri var. Daha doğrusu balaca restoran, kafedir. Qiymətlər də belədir. Yəni çox bahalı da deyil, düzdür cənab. Setlər var. Normal qiymətlərdir həqiqətən. Özləri də yəni təkliflər eləyirlər, endirimlər eləyirlər. Əsasən də belə içki setləri falan da var. Yəni orada da istəyə uyğun normal qiymətlər təklif eləyirlər özləri və özləri xidmət eləyir. I'ma pull up to the club with tequila in my cup. Boy, it's till I've had enough. Empty my heart. I'ma pull up to the club with tequila in my cup. Boy, it's till I've had enough. Feel the empty in my heart. Na 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 yeah yeah. Na 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 yeah yeah. We show up in the party, flyer than everybody. We show up in the party, flyer than everybody. We show up in the party, flyer than everybody. We show up in the party, flyer than everybody. We show up in the party, flyer than everybody. We show up in the party. 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 Silyeyle yavaş yavaş.
fine dining pizzalar. Ay sağ ol. Aç hele baxaq pizzaya. Nədir? Oo, pepperoni bura. Pepperoni. Düzdür, kalbasası da azdır ama içində var ya biraz. 4 ədəd. Hə. Şurada bağlan. Bütün stəkanları. Siz belə. Bəs. Parmaqlarla Eybi yox, heç nə olmaz. Yavaş, 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 yavaş. Çıxart açqını, çıxart. çək, oran çək, oran çək. Başını bırax. Təfərrüatlar bölüş bizdən. Super, həqiqətən pizza var. Pendiri bol. Düz kalbasa biraz az koyublar. Ama pendiri falan bol. Fili de kecura soslandı. Tamam, ne cüre olmasa. Bizim bəxtimizdən də o da eyb yox. Eyb yox. Aləm dəydi bir-birdən. Bu verdi kardeşim pizza. Verdi bura. Ay sen Allah belanı versin. Pizza yedik, üstünde karpuz ədiyə bura. Sen benden karpuz istedin, ben sana karpuz vermem. Ne bileyim bura, geldi şirin diliyle beni yuvamdan çıkarttı. Neyse, gel ben de 2 tane kahve vermem. Kola içtik bura, bəs. Hələ burada yox ya. Görə yəni biz kolada görə nə olur? Pizza yedik, üstünde karpuz hediye, süperdir. Kenan götür, Kenan. Bir tane dişle bunu, bir tane dişle, mənim əlimdən dişlə. We show up in the party, fire than everybody. We show up in the party, fire than everybody. We show up in the party. Pizzaya, karpuza, kolaya, fili 2 ədəd 28 manat verdik. Bir də bundan öncə içkilər demişdik. Qiymətlərlə də tanış edim sizi. Həm də endirim oldu burada. Ümumi qiymət belə idi. 6% bizə 6 manat daha doğrusu 20% endirim olunub burada. 30 manatdır şu 20% endirim. Qiymətlər də belədir. Düzdür, pivə 0.5 deyildi, 0.3 idi, o da var. Bəlkə ona görə endirim olunub. Qalan şeylər də elə şəhər qiymətləri ilə, normal pub qiymətləri ilə eyni. Party, fire than everybody. We show up in the party. We show up in the party. Rəngimiz qıpqırmızı qızarıb. Bax, qızarımlara düşür. Hə? Qızarım qızarıb. Gücüdə düşür, hə? Məhv olmuşuq, məhv. Məhv olduq biz. Duşu, kabini, hər bir şeyi belə bol-bol verdik. 5 manatdır. 8 manat. Dolabın qiyməti 5 manatdır. Sizə belə ayrıca qolbaq verilir onun üçün. Bu qolbağı açırsınız, onu gözləyirsiniz sizdən. Bu qolbaq isə hovuza giriş üçüdür və dəsmal almaq üçün. Dəsmallar da bunlardır. Burada sinə bilirsiniz. Duş yerləri buradadır. Ayaq yolları burada. Deməli, hər kəsə təkrar salam. Yedik, içdik, dedik, güldük, əyləndik. İndi əsas məsələ. Miami Beach Sea-Breeze'in girişi burada hovuzu, burada var yəni. Əsas elə bir ki, Sea-Breeze'in 6-cı girişi 31-ci dalan. Buradan girirsiniz. Miami Beach'tedir. Ödənsiz çimərlik də o tərəfdədir. Sağ tərəf ödənişli çimərlikdədir. Orada da kafeler, restoranlar var. Burası ödənişli çimərlikdir. Ödənişli deyəndə ki, satı hovuzdur 20 manat. Adam başı giriş, 10 manat da depozit alınır, 5 manat da bayaq göstərdiyim dolab üçün. Yəni Allah xidmət super, balaca kafeler var, yaxınlaşırlar, sifariş götürürlər. Belə yəni. Çək buralarda çək, yeni binalar tikilir. Light House 2, Park Residence binaları. Yəni o tərəfdə, o tərəfdə Yarımada, Ayparada, Arka tərəfdə
yerlərdən də bura marşrutla da gələ bilərsiniz, taksi ilə də gələ bilərsiniz. Hər cür maşınla da gələ bilərsiniz. Yeni yollar 20-25 dəqiqəlik yoldur.